Salam, hər vaxtınız xeyir. Mən Fiz Akademinin təlimçisi və monitorinq vəsaitinin müəllifi Firuzə Hüseynli. Bugün sizinlə monitorinq sınağı 4-ün riyaziyyat suallarının izahına baxacağıq. Azərbaycan dilində izahını istəsəniz kanalımızda yerləşdirmişik. Sualımız belədir. Abaqda təsvir edilmiş ədədi açıq şəkildə təsvir edin. Gəlin birinci ədədimizi tapaq. 200 minlik, 210 minlik, 5 minlik, 0 yüzlük, 3 onluq, 4 təklik var. Yəni sonda 4 olmalıdır. A bəndində 40 yazıb deyə 31-də A ola bilməz. A getdi. Sonra 30 onluq verib. Yəni hər birində onsuzda 30'dur. Yüzlüyümüz 0'dır. Yəni yüzlük yoxdur. Burada 500 yazıb, burada da 500 yazıb. Ona görə C ilə D də getdi. Gəlin B-yə baxaq. 200 minlik, 210 minlik, 5 minlik, 3 onluq, 4 təklik. Deməli 31-də doğru cavab B bəndidir. 32-yə baxırıq. Deyir, sözlərlə verilmiş ədədin rəqəmlə düzgün yazılışını göstərin. Gəlin baxaq. 32 milyon, baxın yazıram 32, milyonda 6 sıfır olur deyə belə yerlərin qoyuram. 308 min, yazıram 308 min, 46. 46, yüzlüyüm də boş qalmasın deyə bura bir sıfır atırıq. Deməli 32, 308, 0, 46. 308, 0, 46 yox, 42. Mən də deyirəm, niyə cavab? Sonda 2 yazıb deyə 2 olmalıdır. Aha, deməli 32, 308, 0, 42. Yəni doğru cavabımız olacaq 32-də D bəndi. 33'ə baxırıq. Deyir, qanun uyğunluğu müəyyən edin. Növbəti ardıcıllığı müəyyən edin. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bir dənə 10 minlik mərtəbələrinə diqqətlə baxanda əslində cavab çıxır. Niyə? Çünki 10 minlik mərtəbələri hamısı bir vahid azala-azala gedir. O səbəbdən də biz indi məsələn götürməliyik 1'i azaltsaq 305.280. 305.280 elə hamısındadır. Bəs 305.280-dən də yenə 10 minliyin azaldanda, yəni 10 minliyin çıxanda nə qalır? Burada baxın, burada qalıb 205.000, burada 295.000 qalıbdır. Burada 295.000 qalıbdır, burada da 285.000. 205.000 olmaz. Çünki biz 305.280-dən 10.000'i çıxanda neçə eləyir? 10.000'i çıxırıqsa qalır 295.280. D bəndi də getdi. Bundan da yenə 10.000'likdir də 9'u azaldanda eləyir. Baxın, burada da 8'dir. Sadəcə 8-dən 6'ya keçib 7'yə keçməliydi. Ona görə də 33'də doğru cavab C bəndidir. 34'də deyir ki, 6 rəqəminin mərtəbə qiyməti. Mərtəbə qiyməti dəyişməzdir. Ədəd olduğu kimi saxlayıb son 2 rəqəmi 0 etmək lazımdır. O da edir 600. 34'də yəni doğru cavab B bəndidir. 35'ə baxırıq. Minliklər mərtəbəsində cüt rəqəm yerləşən ədədi seçin. Gəlin minliklər mərtəbəsinin altından xətt çəkək. Cüt rəqəm A bəndindədir, çünki 2 yerləşib. Gördüyünüz kimi mövzular mərtəbə sinifi əhatə eləyir. Yəni bunun özü də onu göstərir ki, bu mövzu sınağıdır. Vəsaitimizi əldə edərək həm mövzu sınaqlarından yararlanmış, onu inkişaf etdirmiş ola bilərsiniz, həm də monitorinqə hazırlaşa bilərsiniz. Çünki ən sonda da yekun sınaqlar yer alır. 36 ilə davam edək. Boş xanıya uyğun gələn cavabı müəyyən edin. Bundan dəstəyinizdə də var tiplərdən. Ümumiyyətlə monitorinq imtahanında da özünü göstərdi ki, həqiqətən əsasən dərsliyə əsaslanır suallar. Sadəcə dərslikdə sual tipi az olduğu üçün əlavə vəsaitlərdən də istifadə etmək lazımdır ki, bu şagirdlərdə vərdiş yaratsın. Gəlin baxaq. Bir yüzlüyüm 100'dür. 2 onluğum 20'dir, 3 təkliyim 3'dür. Yəni 123 var. 67.123'dən 123'ü çıxanda nə qalır? 67.000. 67.000-də neçə minlikdir? 1000-də 3 ədəd 0 olduğu üçün biz sondan 3 ədədi silirik. Cavab da qalır 67. Yəni 36-da doğru cavab C bəndidir.
37-də deyir ki, düzgün müqayisəni seçin. 246 onluğun üzərinə 6 gəlsək, bu eləyəcək 2466. Bu da eləyəcək 2500. Yəni, baxın, bu yanlış müqayisədir. Çünki 2500 böyükdür. A bəndi səhvdir. 4000-liyin üstünə 32 onluq üstünə də 6 gələndə 4326 edəcək. Amma 22 yüzlüyün üzərinə 35 təklik gələndə 2235 edəcək və bu da yanlış müqayisədir. İşarə yanlış qoyulub. Ona görə bu da getdi. 30 10 minlik üstə gəl 36. Bu onsuz da məlum məsələdir. O 28 üstün 500-lüydü. Bu minlik yoxdur, 10 minlik yoxdur ki, bu artsın, gəlib 30 minə çatsın. Deməli, bu da yanlışdır. D-yə baxıram. Əlbəttə 35 minlik ilə başlayıb, 32 minlik ilə başlayıb, yerdə qalanlar da onsuz da fərq yaradası kəmiyyətlər deyirlər. O səbəbdən 37-də doğru cavabımız D bəndidir. 38-də deyir ki, ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. Gəlin yuvarlaqlaşdıraq. Birinci 10 minlik mərtəbəsini tapaq. Təklik, onluq, yüzlük, minlik, 10 minliyim 4-dür. 4-dən sonra 5 gəldiyi üçün 2, 5, 0, son 3 rəqəmdə sıfırlaşır. Yəni 250 min. Gördüyünüz kimi, yəni mövzularımızda hansı ki mərtəbə sinifdir, müqayisədir, artan azalan sıradır, yuvarlaqlaşdırma olduğu üçün bizdə də deməli dərslik üzrə mövzularımız bunları əhatə edir. 39-da deyir ki, aşağıdakı ədədləri hansı mərtəbəyə qədər yuvarlaqlaşdırsaq eyni ədədə çevirəcəklər. Mən os baxan kimi görürəm ki, bunlar çox müxtəlif ədədlərdir. Sadəcə burada eyni olanlar 74-dür. Gəlin 4-ə baxaq birinci. Əgər minlik mərtəbəsinə qədər yuvarlaqlaşdırsam, bu ikisi 74 min alınacaq. Çünki 4-dən sonra 3 və 4 gəlibdir. Ədəd artmır. Amma burada 5 gəlib deyə bu 75 min olacaq. Ona görə minliyə qədər yox da biz 10 minliyi seçməliyik. İndi gəlin 10 minliyi seçməyimizin niyəsində deyək. Çünki 7-dən sonra gələn ədədlərin hamısı 4 olduğu üçün hamısı da 70 min olaraq qalacaq. 40-cı sualda bizə əhali verib, ölkələrin də sayını verib və bizə deyir əhalinin sayını ölkələrə görə azalan sırayla düzün. Onda ən çoxun gəlin tapaq. Ən çoxu Hindistandır. 1430. İkinci yerdə Çindir. 1410 milyon. Üçüncü yerdə Amerika Birləşmiş Ştatlarıdır. Dördüncü yerdə Braziliyadır. Beşinci yerdə Rusiyadır. Altıncı yerdə isə Türkiyədir. İndi gəlin sıramıza baxaq. Görək cavabımız nə olmalıdır. Elə A bəndinə baxın. Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, İndoneziya 280-dən 216-dan çoxdur. Braziliya, Rusiya və Türkiyə. 41-də deyir ki, Skyway 7 pilotsuz uçuş aparatı dəniz səviyyəsindən ən çox 6200 metr hündürlüyə qədər uça bilir. Bu aparat diaqramda göstərilən hansı dağların zirvələrinin üstündən uça bilir? Baxaq görək, dağ zirvələrdə verilib, hündürlüklər də verilib. Və ən çox 6200-dən uça bilirsə, deməli 6200-ü keçə bilməz. 6200-dən az olanları seçməliyik. Onda biz deyə bilərik ki, Everestdən keçə bilməz. Çünki 8848-dir. Başqa, Pakistandan da K2-dən də keçə bilməz. 8611-dir, böyükdür. Yerdə qalan 4-ü də 6000-dən kiçikdir deyə bunlardan keçə bilir. Deməli, Everestlərlə K2-ləri çıxmaq lazımdır. Everest'i çıxdıq, K2-ni çıxdıq. Yalnız bunlardan keçmir, bütün dağlardan keçmir deyə 41-də doğru cavab olacaq B bəndi. Çünki situasiya tipli suallar da dərslikdə xüsusi əhəmiyyət kəsb edir deyə bu tiplərdə işləmək mütləqdir. Aşağıdakı ədədlərin hansını yüzlüyə sonra milliyə qədər yuvarlaqlaşdırdıqda dəyişməyən nəticə alınır. Gəlin baxaq. 4340-ı yüzlüyə qədər yuvarlaqlaşdıranda edir 4300, minliyə qədər 4000. Eyni alınmadı. Burada 4400 və 4000 eyni deyil.
3300 və 3000 eyni deyil. Amma burada 9-dan sonra da 9 gəldiyi üçün biz 9-un yerinə 10 yaza bilmirik deyə. Biri də ötürür 4-ə. Yəni hər iki ehtimalla 4000 alınmış olur. Ona görə də 42-də doğru cavab D bəndidir. 43-də rəqəmlər verib, istifadə edərək 5 rəqəmli və 3-cü rəqəmi 5 olan ən kiçik ədədi deyir düzəldin. 5 dənə yerin qoydum. 3-cü rəqəmi 5 yazdım. Ən kiçik düzəltməliyəm. 0 qabaqda gələ bilməz. 2-ni yazıram. Sonra 3 və 7. Yəni 20573. 537. Cavabımız oldu C bəndi. 44-də doğru olanı istəyir. Gəlin görək hansı doğru olacaq. 7590 8000-dən də 10 çıxanda 7990 edir. Əlbəttə 7990 böyükdür. Deməli bu yanlışdır. 6470 6400-ün üstünə 70 gələndə 6470 və həqiqətən də 6470-ə bərabərdir. Ona görə də 44-də doğru cavab B bəndidir. Burada 8290 deyir, böyükdür 9000-dən, səhv deyir. 4380 böyükdür 4380-dən, yox, bərabərdir olmalıydı. 45-də deyir ki, ədədi haqqında hansı doğrudur? Gəlin baxaq görək ədədimizdən hansılar doğru olacaq. Deyir ki, minliklər mərtəbəsində 0 durur, təklik, onluq, yüzlük, minlikdə 8 durur. A səhvdir. Minliklər mərtəbəsində duran ədəd 6 deyil, dedik 8-dir. Bu ədəd 2 sinifdən ibarətdir. Gəlin baxaq, təkliklər sinifi və minliklər sinifi. 100 minliklər mərtəbəsində 3 durur. Minlik, 10 minlik, 100 minlik. Həqiqətən də 3 durur deyə cavab C-dir. Onluqlar sinifi yox, onluqlar mərtəbəsi olmalıydı. Ona görə də D da səhvdir. 46-da deyir ki, hansının parçalanması doğrudur? Parçalanma deyəndə açıq şəkildə yazılış başa düşməliyik. 50.000 üstə gəlinsin 2000, üstə gəlinsin 400, üstə gəl 6. El cavab A bəndidir. 70.000 üstə gəl 2000, 10 yox, bir yüzlükdə dayanıb deyə 100 olmalıydı. 60.000, 3000, bax 200 yazıb, yüzlük mərtəbəsi 0-da olmamalıydı. 80.000, 4000, 590 yox, 9 olmalıydı. Siz maraqlı suallar var, uşaqlar işlədikcə daha da çox vərdiş etmiş olacaqlar. Əgər vəsaitimizi əldə etməmişsinizsə, əldə etmək istəyirsinizsə, ekranda gördüyünüz 055 527 25 99 nömrəsinə yazı da bilərsiniz və yaxud da istənilən kitabxanalara yaxınlaşaraq kitabxanalardan da əldə etmiş ola bilərsiniz. Davam edirəm 47-ci sualla. Deyir, 4 rəqəmi hansı sinifdə və mərtəbədə yerləşir? 4 gördüyünüz kimi təklik, onluq, yüzlük, minliklər mərtəbəsindədir deyə elə minliklər də sinifində olmuş olacaq. Yəni doğru cavabımız olacaq 47-də D bəndi. 48-də deyir ki, sözlə verilmiş ədədi rəqəmlə yaz. 73.000, 1000-də 3 dənə 0 olur deyə 3 dənəli yerin qoyuram. 215, 2, 1, 5. 73.215 doğru cavab olacaq B bəndi. 49-a baxıram. Ədədində milyonluqların sayı, milyonluqları gəlin tapaq. Aha, təkliklər, minliklər, milyonluqlar. 364 milyon var. Onluq mərtəbəsində duran rəqəm, onluq mərtəbəndə duran rəqəm 2-dir. Mərtəbə qiyməti deyir deyə biz bunu 20 götürəcəyik. Cəmini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yüzlüyüm 3-dür. 3-dən sonra 8 gəlir deyə olacaq 400. Yəni 49-da doğru cavab olacaq A bəndi. 50-ci suala baxırıq. Verilmiş ədədlərdən birini onluğa qədər yuvarlaqlaşdırdıqda 4240, yüzlüyə qədər də 4200 alınır. Gəlin baxaq. A-da onluğa qədər yuvarlaqlaşdıranda 4180 alınır. Deməli A ola bilməz. Çünki 7-dən sonra 9 gəlib. B-də 4200, 5-dən sonra 5 gəlib deyə 4260 olur. B-də düz deyil. C-də
4320-dir, elə yuvarlaqlaşıb düz deyil. Cavab D-dır. Çünki 4236, 3-dən sonra 6 gəlib deyə 4240-dır və 4200 də yüzlüyə qədər yuvarlaqlaşdırılmış halıdır. Son suallarımıza baxırıq. Yenə də qeyd etmək istəyirəm ki, vəsaitimizi əldə etmək üçün 055 527 2599 nömrəsindən yazaraq sifariş verə bilərsiniz və yaxud da istənilən kitabxanaya da yaxınlaşaraq əldə edə bilərsiniz. Suallar da gördüyünüz kimi mövzu sınaqlarıdır və mövzu sınaqlarından sonra yekun sınaqlar başlayır və tam şəkildə yeni keçirilmiş ən son monitoring imtahanına uyğun şəkildədir. Yəni indiyə qədər düşmüş bütün sual tiplərini əhatə edir və bundan sonra da düşməsi ehtimal olunan sual tipləri də mövcuddur. Ədədində deyir, minliklər sinifinin rəqəmləri cəmi. Təkliklər sinifi, minliklər sinifi. Yəni 2, 7 və 4-ün cəmini istəyir bizdən. Doğru cavabımız da olacaq 13 C bəndi. 52-də deyir, müqayisəsində ulduzun yerinə yazıla biləcək ən böyük və ən kiçik ədədin cəmini tapın. 2345-dən böyüdürsə, mən bura 2346 yaza bilərəm. Yəni bunu aşağıdan yazaq. Və 25472-dən kiçikdirsə, mən bura yaza bilərəm 25471. Bunların da cəmini istəyir bizdən. Yəni 2 ədədin cəmi görək neçədir? 1, 8, 7, 2. Yəni doğru cavab olacaq B bəndi. Ədədində minliklər mərtəbəsindəki rəqəm 6-dır. Mərtəbə qiyməti olacaq 6000 A bəndi. Ədədlərdən hansının milyonluq sinifindəki rəqəmlərin cəmi ona bərabərdir? Milyonluq siniflərini tapaq birinci. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi. 4-ün üçün cəmi 7-dir, 10 deyil. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi 8-dir. Təkliklər sinifi, minliklər sinifi burada da 7-dir. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi 7 və 3, cavab 10-dur. 55-də deyir ki, ədədləri artan sırayla düzün. Artan sırayla düzmək o deməkdir ki, azdan çoxa doğru düzməliyik. Bu zaman gəlin baxaq. Artan sıra ilə düzürük. Ən kiçiyim hansıdır? 680.000 başlayan. Deməli, ən kiçiyim 3-dür. Daha sonra 681.000-dən başlayan 2-dir. 682.000-dən 1-dir, sonra 683.000-dən 4-dür. 3, 2, 1, 4 doğru cavab olacaq B bəndi. Yenilənmiş də monitoring imtahanında ümumiyyətlə əvvəlki tiplərdə də həmişə açıq suallara yer verilib. Çünki şagirdin yalnız test formasında deyil də açıq sualda da işləmək bacarığını yoxlamaq lazımdır. Ona görə də bizdə də yeni monitoring tipinə tam uyğun şəkildə son 5 sual açıqdır. 56 deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırıldıqda 7846 ədədi neçə olar? 7800 olmuş olacaq. Çünki 8-dən sonra 4 gəlib deyə ədədimizə təsir etmir. Yəni dəyişmir. 8 olduğu kimi qalır. 57-də ədədində minliklər sinifinin rəqəmləri cəmi neçədir? Minliklər sinifi, təkliklər sinifimiz 217-dir. Minliklər sinifimiz 634-dür. 6 üstə gəl, 3 üstə gəl, 4. O da eləyəcək, deməli, 13. Sonra baxırıq 58-ci suala. Bir ədəd həm minliklərə, həm də yüzlüklərə yuvarlaqlaşdırıldıqda təxminən 48.000-dir. Belə ədədin ən kiçik mümkün qiyməti neçədir? Gəlin görək, ən kiçik biz buna qiymət olaraq neçə deyə bilərik? Həm minliyə, həm də deyir yüzlüyə qədər. Əlbəttə ki, bu olacaq 47.950 ədədi. Çünki minliyə qədər yuvarlaqlaşdıranda 48.000-dir. Yüzlüyə qədər də yuvarlaqlaşdıranda 48.000-dir. Yəni, mən mütləq bura 9-dan sonra ən kiçikdir deyə 5 qoymalıyam ki, bu 48.000-ə gəlsin. Yəni, cavab B bənd. Cavab 47.950-dir.
59-da deyir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 2450-yə bərabər olan ən böyük və ən kiçik ədədin cəmini tapaq. Onluqlara qədər deyirsə, 2454 ən böyüyümdə 55 yazsam artıq bu 60 olar və 2000 onluq deyir deyə 2445 olacaq. Düzdürmü? Çünki 45-dir ki, ən kiçik 50-yə gəlir. Bunların da cəmi edir 4899. 60-cı sualda isə deyir 634. Bu tiplər imtahanda keçən düşmüş tiplərdəndir. Əvvəl gələn ilk 3 ardıcıl ədədin cəmin 633, 632, 631. Bunların cəmini istəyir bizdən. Gəlin baxaq. 3, 2, 5, 5 ilə 1 elədi 6, 3, 3, 3 elədi 9, 3-dən 6-mız da elədi 18, yəni 1896. Və saytimizdə hər sınavın sonunda da şagirdlər üçün maraqlı faktlar və yaxud da motivasiya verici cümlələr əlavə olunub ki, bilirsənmi, arılar bir gülə gəlmək üçün saniyədə 200 dəfə qanad çalırlar. Sən də öyrənmək üçün çalışdıqca sürətin və gücün artacaq. Sürətinizin və gücünüzün artmış şəkildə növbəti sınaqlarda görüşmək ümidi ilə hələlik.